Hörmətli sahibkarlar, 2024-cü ilə qədər sosial xarakter daşıyan yemək və mənzil xərclərini gəlirdən çıxa bilmirdik. 2024-cü il vergi məcəlləsinə edilmiş dəyişikliyə əsasən isə norma daxilində bu xərcləri gəlirdən çıxılmasına imkan yaradıldı. 22 noyabr 2024-cü ildə isə bu qanuna istinadən norma və qaydalar təsdiq edildi. İşçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan norması məbləği birbaşa işçidən və iaşə xidmətini işə götürən özü göstərdikdə, həmçinin iaşə xidməti digər vergi ödəyicisindən aldıqda 5 manat təşkil edir. Həmçinin bu qaydalara da diqqət etmək zəruridir. Yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə nağdsız qaydada olmalıdır. Yeməyin hazırlanması işə götürən tərəfindən olduqda malların alışı vergi məcəlləsi qaydalarına uyğun olmalıdır. İAŞ xidməti göstərən bu ön sahibindən yemək aldıqda elektron qayma faktura əsasında olmalıdır. Onunla qeyd etmək lazımdır ki, işçilərin işdə olmadığı və yaxud əzəmiyyətdə olduğu günlərdə ödənilən yemək xərcləri bu qaydalara əsasən gəlirdən çıxılmır. İşçilərlə bağlı çəkilən mənzil xərclərinin 50%, lakin illik gəlirin 1%-dən artıq olmaması şərti ilə vergitmə məqsədləri üçün gəlirdən çıxılır. Burada əsas şərt icarə müqaviləsinin notarial olması və ödənişin nağdsız olmasıdır. Siz hələ də bu qanundan yararlanmamısınızsa, bizə müraciət edin. BSC Consulting doğru ünvandır.